55 yaşında 10 plastik əməliyyatdan sonra, 4 ərdən sonra, 15 maşından sonra, milyonlarla puldan sonra əməkdar artist, xalq artisti, nə bilim nə artisti, amma daim rəqabətdədir. Özündən gənc manıslar ilə, öz gənc vaxtları ilə, öz qızı ilə, Instagramda filtrlənmiş sifəti ilə daim mübarizədədir. İçində bir savaşdadır. Özü ilə döyüşdədir. Lap öz quyruğunu yeyən ilan kimidir. Ruhundakı boşluğu doldura bilmir deyə etdikləri hərəkətlər xəstəlik kimi görünür. Mahiyyətsizlik, mənasızlıq xəstəliyi. Və belə personajlar, belə klonlar artdıqca bütöv bir cəmiyyət xəstələnir. Bütöv bir cəmiyyət pafosa qurşanır. Yaramazlıq xəstəliyinə tutulur. Balaca həqiqətləri, yəni yalanları onu hər tərəfdən əhatə edir və həyatı çırqa çevrilir. Və çıxış yolu nədir bu klonlar dünyasında, bu başayaq dünyada? Almaya alma, armuda armud deyən insanları yetişdirmək. Hər bir belə insan ətrafındakı 100 nəfəri bu mənasızlıq sirkindən, yaramazlıq tilsimindən çıxara bilər. Amma bunu eləyə bilmək üçün həmin insanların hər biri ormanı görməlidir. Və bugün mən də sizə 2 seçim vermək istəyirəm. Kimin ürəyi qənd yemək istəyirsə, yol açıqdır. Buranı tərk eləyib sirkə qayıda bilər. Yox, əgər birlikdə bir orman gəzintisinə çıxmaq istəyirsinizsə, sizi ikinci hissədə gözləyirəm.